Bir çox hallarda biz elm haqqında danışanda təbii ki, qabardılan məsələlərdən biri elmin maliyyələşdirilməsi məsələsidir. Bizim məsələn gördüyümüz ondan ibarətdir ki, baxmayaraq ki, maliyyələşmə bütün ölkə üzrə eynidir. Bəzi qurumlarda biz müəyyən elmi nailiyyətlər və nəticələr görürük, bəzi qurumlarda görmürük. Məsələn, bu çox belə deyək, səthi təhlilə əsaslanan, amma sizdə bir təsəvvür yaradacaq bir rəqəmləri mən istəyərdim səsləndirim. Ölkəmiz üzrə bütün elmi xərclərini, ölkəmiz üzrə bütün elmi məqalələrə böldükdə bir məqalənin təxminən dövlət büdcəsindən ayrılan vəsaitlə 35 min manata başa gəldiyini görürük. Yəni, bu orta göstəricidir. Bu yaxşıdır, yoxsa yaxşı deyil, bunu təbii ki, tək orta göstəriciyə baxıb demək çox çətindir. Amma bizim elə elmi tədqiqat təşkilatımız, institutumuz var ki, orada bir məqalənin qiyməti təxminən 1 milyon manatdır. Yəni, həmin qurumun bir illik saxlama xərci 1 milyon manat, il ərzində istehsal elədiyi elmi, necə deyərlər, məhsulun miqdarı bir məqalədir.